Vaxtınız xeyirli olsun, dəyərli müəllimlər. Qeyd edim ki, 3 iyun tarix fənni üzrə Artenin paylaşdığı sınağı sizlərə təqdim edirəm. Kurikulum hissəsini əlbəttə ki. Və öncədən qeyd edim ki, müsahibə qruplarımıza artıq qeydiyyat başlamışdı. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasında imtahanlar bitib. O baxımdan da onlar üçün müsahibə qruplarımıza qeydiyyat başlamışdı. Kimlər ki, müsahibə qruplarımıza qoşulmaq istəyir, qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Və baxırıq tarix fənni üzrə Artenin paylaşdığı sınağa. Deməli, birinci testdə deyir, şagirdlər bir tarixi dövrə aid yazılı mənbələri araşdırır, həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Bu fəaliyyət inteqrasiyanın hansı növünü reallaşdırır? Deməli, burada tarixi dövrə aid yazılı mənbələr araşdırır və burada dil normalarını deyir, tarixlə, əlbəttə ki, dil normaları Azərbaycan dili, tarix ilə Azərbaycan dilini əlaqələndirib, ona görə də yalnız fənlər arası olmuş olacaq. Daha sonra keçid alırıq digərinə, ikinci testə baxırıq. Müəllim tapşırır ki, Azərbaycanın müxtəlif tarixi dövrlərində tətbiq olunan idarəetmə formalarını müqayisə etsinlər və hər dövrün qanunvericilik prinsiplərini mənbələrə görə əsaslandırsınlar. Deməli, burada da idrak taksonomiyasının hansı mərhələsi olduğunu soruşur bizdən. Əlbəttə ki, burada olacaq C variantı. Yəni təhlil etmək. Çünki tarixi dövrlərdə tətbiq olunan idarəetmə formaları müqayisə etmələr lazımdır. Hər dövrün də qanunvericilik prinsiplərini, mənbələrə görə onları daha sonra biri var ki, öz fikrimizi əsaslandıraq. Xeyr, öz fikrimizi əsaslandırsa bu dəyərləndirmək olardı. Amma burada nəyəsə istinad edir, burada araşdırır, axtarır, ona əsasən bu da təhlil olur. Digəri isə üçüncü testə baxırıq. Deməli, üçüncü testdə isə şagirdlər Azərbaycanın tarixi şəxsiyyətlərindən birini seçir, onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayır və bu fikri plakat üzərində rəng, simvol və kompozisiya vasitələri ilə ifadə edir. Tapşırıq yenə də Bloom taksonomiyasının hansı mərhələsi olduğunu soruşur bizdən və əlbəttə ki, müəllimlər motivasiya sloqan hazırlayırlar, plakat üzərində rəng, simvol, özlərindən nəysə hazırlayırlar da yeni. Deməli, bu olur D variantı yaratmaq mərhələsi. Baxırıq digərinə, əlbəttə ki, digəri müəllim summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunəsini götürür, lakin həmin test hazırki tədris proqramında nəzərdə tutulan təlim nəticələri ilə uyğun gəlmir. Deməli, müəllimlər bunu dərs zamanında, dərsimizdə olan müəllimlər də bilir ki, qeyd etmişəm ki, qiymətləndirmənin iki prinsipi var. Bu uyğunluq, digər adı validlik prinsipi, digəri isə etibarlıq prinsipidir. Əlbəttə ki, burada da uyğunluq prinsipi, yəni validlik prinsipi pozulmuşdur və test ölçülməsi nəzərdə tutulan təlim nəticələri yoxlamır. Əlbəttə ki, elə olmalıdır ki, uyğunluq prinsipində, yəni validlik prinsipidir, digər adı da. Yəni, burada nə keçibsə, müəllim keçdiyi bölmə əsasında tapşırıq verməlidir. Əgər o, həmin bölməni əhatə etmirsə, keçmədiyi mövzulara aiddirsə, bəli, bu zaman uyğunluq prinsipi pozulmuş olacaq. Digərinə baxırıq, 5-ci testdə verilənlərdən biri effektiv müəllim-valideyn münasibətlərinə aid deyil. Bəli, müəllimlər, müəllim-valideynləri müntəzəm olaraq sinif fəaliyyətləri, tapşırıqlar və gözləntilər barədə məlumatlandırır. Bu aiddir. Müəllim valideynə bildirir ki, onun övladının təlim-tərbiyəsi ilə bağlı narahatlığını həll etməyə hazırdır. Bu da düzdür. Müəllim məktəbdə və sinifdə valideynlərin iştirakını təşviq edən pozitiv atmosfer yaradır. Bəli, bu da doğrudur. Müəllim valideynləri övladlarının təhsili ilə bağlı fikirlərini və narahatlıqlarını bölüşməyə təşviq edir. Bəli, bu da doğrudur. Keçid alırıq. Digərinə müəllim istifadə olunan tədris materiallarının məzmunu anlamağa kömək etmək üçün valideynlərin metodik resurslar təmin edir. Əlbəttə ki, bu ona aid deyil. Müəllim-valideyn münasibətlərinə aid deyil. Bu olacaq variantımız. Digərinə baxırıq. Valideynlə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Əlbəttə ki, müəllimlər, burada da baxırıq. Münasibətləri yalnız akademik nəticələri əsaslandıraraq dəyərləndirmək. Əlbəttə ki, bu olmayacaq. Deməli, bəli, elə A variantıdır müəllimlər. Çünki A variantı olacaq. Çünki burada deyir ki,
bir dəqiqə. Hə, yanlışı soruşur bizdən. Elə A variantıdır. Çünki bayaq da qeyd etdim, bu olmayacaq. Digərləri məktəb, valideyn münasibətlərinin inkişaf etdirilməsi üçün doğru yanaşmadır. Keçid alırıq 7-yə. 7-də isə müəllimlər, deməli, müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşını bullyingə məruz qoyur. Belə ki, tez-tez onun əşyalarını gizlədir, yoldaşları arasında xətrinə dəyən sözlər deyir. Problemin həlli üçün sinif rəhbərinin atacağı hansı addım effektiv olacaq? Əlbəttə ki, burada da bildiyiniz kimi bullying edən şagirdi çağırıb danlamaq xeyir olmaz. Daha da o yəni qəzəblənəcək. Ona qarşı həmin sinifdə dərs edən müəllim, valideyn və şagirdlərlə görüşmək xeyr, bunu yəni müzakirəyə çıxarmaq olmaz. Bullyingə məruz qalan şagirdlə görüşüb onu güclü olmağı tapşırmaq xeyr, bu da doğru olmayacaq və sinifdə dərs deyən müəllimləri və məktəb psixoloqunu məsələnin həllinə cəlb etmək və sinifdə mənəvi dəyərləri inkişafı üçün addımlar atmaq, bəli, elə bu doğru olacaq. Keçid alırıq digərinə. Dərs zamanı bir neçə şagird tez zarafat edir, bir-biri ilə danışır və sinifin diqqətini yayındırır. Müəllimin xəbərdarlığından sonra qısa müddətdə sakitləşdilər də davranışı deməli burada deməli müəllimlər dərs zamanı bir neçə şagird zarafat edir, bir-biri ilə danışır və sinifin diqqətini yayındırır. Müəllimin xəbərdarlığından sonra qısa müddətdə sakitləşsələr də davranışı yenidən təkrarlayırlar. Digər şagirdlərin bir qismi bu davranışlara qoşulur, bir qismi isə dərsə fokuslana bilmir. Bu vəziyyətdə müəllimin ən məqsədə uyğun davranışı hansı olacaq? Əlbəttə ki, burada da müəllimlər bildiyiniz kimi əsas diqqəti həmin şagirdlərə yönəltsə, A variantında xeyr, dərs kənar, yəni digər şagirdlər dərsdən yayınacaqlar. Sinif qaydalarını xatırlatmaq, şagirdi şəxsiyyətinə yox, konkret hərəkətinə yönələrək əks əlaqə vermək, elə bu olacaq müəllimlər. Digərinə baxırıq, bir şagird qrup işində lider rolunu oynayır, lakin digər qrup üzvləri ilə münasibətləri pisdir və bu qrup işinin gedişinə mənfi təsir göstərir. Müəllim problemi necə həll etsə daha effektiv olar. Burada da əlbəttə ki, şagirdin liderlik rolunu dəyişmək və sonra onu digər qrup üzvləri ilə müzakirəyə xeyr, bu doğru deyil və daha sonra isə qrup üzvlərinə mübahisələri həll etmək yollarını birbaşa göstərmək, bu da olmayacaq. Digər şagirdə liderliklə bağlı yönəldici suallar verməklə problemin həllinə nail olmaq. Elə biri budur. Qrup liderinin fəaliyyətini müşahidə edərək diqqətdə saxlamaq və əlavə dəstəyi təmin etmək. Bəli, bu doğru olacaq. Keçid alırıq sonuncu 10-cu suala. Cədvəldə uyğunluğu müəyyənləşdirin. Şagirdin fasilitasiya etmək, ona kömək etmədən tapşırıqların icrasını təmin etmək deməkdir. Əlbəttə ki, yanlış yanaşmadır. Şagirdlərdə deyir ki, yəni ona kömək etmədən tapşırıqların icrasını təmin etmək. Müəllim onu icra edirsə, burada nə fasilitatordan söhbət gedə bilər? Fasilitator istiqamət verməlidir, yol göstərməlidir. Xeyr, yanlışdır. Şagirdlərdə məntiqi təfəkkürü formalaşdırmaq üçün onlarda məntiq xətalarını izah etmək lazımdır. Xeyr, ümumiyyətlə yanlış yanaşmadır. Digərinə baxırıq, şagirdin maraq və istəklərini summativ qiymətləndirmədə nəzərə almaq effektiv müəllim-şagird münasibətlərinin qurulmasına şərait yaradır. Bu da yanlışdır. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi, onda emosional təfəkkürün nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirməyə imkan verir. Bu da yanlışdır. Deməli, hər biri yanlışdır. Doğruda doğrumuz yoxdur. Yanlışda 2 yanlışımız var. Yəni, olacaq müəllimlər 3 və 4 doğru cavabımız. Və qeyd edim ki, müəllimlər, kimlər ki, aylıq açılan hər gün, imtahan gününə qədər müxtəlif sınaqlar işləmək istəyirsiniz də, onlayn formada yuxarıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz və qeyd edim ki, digər fənlərin də sınaqlarını, ARTİ-nin sınaqlarını paylaşım edəcəm, qruplarımda da paylaşım edirəm və çalışıb YouTube kanalımda da izahlarını sizlərə təqdim edəcəm. Kimlər ki, sınaq qruplarımıza qoşulmaq istəyir, təkrar dərs qruplarımıza və həmçinin müsahibə qruplarımıza qoşulmaq istəyir, burada qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm məni dinlədiyiniz üçün.